İmtahan salonuna daxil olan andan etibarən saat əqrəbinin tıkıltıları sanki daha yüksək eşidilir. Hər saniyə bir addım, hər dəqiqə bir qərardır. Vaxt, səni qorxudan sadəcə suallar deyil, vaxt səni səssizcə izləyir. Əgər sən onu idarə edə bilməsən, o səni idarə edəcək. Bir sualda ilişib qalmaq sadəcə bir neçə dəqiqəni itirmək deyil, bəlkə də bir ixtisası itirməkdir. Ona görə də hər suala eyni miqdarda vaxt ayır. Vaxtını tanı, vaxtını böl və vaxtını qoru. Çünki bu bir bilik yarışı deyil. Bu özünü tanıma yarışıdır. Bu vaxtla dost ola bilənlərin uğur qazandığı bir yoldur. Sən imtahanda sadəcə suallarla deyil, zamanla da danışırsan. Ona nə qədər hörmətlə yanaşsan, o da sənə bir o qədər fürsət tanıyacaq. İndi dərindən nəfəs al. Qələmini götür və vaxtı qorxulu düşmənə deyil, sevimli bir müttəfiqə çevir.